Nə qədər ailələr buna görə bədbəxt olub. Nə qədər ailələr buna görə dağılıb. Nə qədər uşaqlar buna görə, bu qumara görə yetim qalıblar. Atasız qalıblar. Nə qədər insanlar var, o qumarda uduzub, gedib intihar edib. Görürsünüz sosial şəbəkələrdə. Canlarına qıyıblar. Uşaqlar qalır ortada. Allah Teala gənc abidin, yəni gənc yaşında ibadət eləyən bəndəsi ilə mələklərin qarşısında fəxr eləyir. Mələklərin qarşısında iftixar eləyir. İnşallah bugünkü cümə xütbəmiz zərərli vərdişlər və insan sağlamlığı bu haqda olacaq. Həzrət Əli əleyhissalam hədisində buyurur, deyir, iki nemətin qədrini onu əldən verən şəxsdən başqa heç kim bilməz. İki nemət ki var, onu ki insan əldən verər, ondan sonra başa düşər ki, o nə nemətlər imiş. Buyurur, deyir, cavanlıq və sağlamlıq. İkisi də getdisə, əlbəttə, əldən çıxmayana kimi insan övladının qədrini bilmir. Həzrət Əldən bu çox mühüm bir mesajdır bizlər üçün. Baxın, yaşlı insanların həmişə biz cavanlara tövsiyəsi nə olur? Deyir, bala, cavanlığın qədrini bil. İnsanın yaşı biraz az olanda, 16, 17, 18 yaş olanda deyir ki, bəsdir də. Bilirəm də. Açıq danışada bunu deyirdik. İnsan bir balaca yaş artır, yaş artır, yaş artır. Görürsən, vallahi nə gözəl mənə məsləhət verirmiş. O yaşlıya da cavan olanda deyiblər, ha. İnsan nə zaman anlayır? Bu cavanlıq artıq əldən çıxdı. Deyirsən, vay, mən nə böyük neməti əldən vermişəm. Və yaxud sağlamlıq da bunun kimi. Görürsən, insan var. Allah hamımızdan uzaq eləsin. Ağır xəstəliyə düçar olur. Onda başa düşür ki, sağlamlıq nə cür nemət imiş. Necə böyük bir nemət imiş. Amma sağlam insana baxın, ən böyük problemimiz, açıq danışaq. Hamı rüzdən şikayət edir. Sağlam bədən var, bu nemətin qədrini bilmir. Allaha üsyan ölür ki, məni niyə kasıb yaşadırsan? Məni niyə sıxıntı yaşadırsan? Bir xəstəliyə düçar olandan sonra deyir, vay, nə böyük nemətim əldən gedib. Dünənləri mənim yaxınım mənə danışdı, bir yaxın dostudur. Böyrək xəstəliyinə düçar olub. İmkanı da var. Deyir, 300.000 manat. Pul lazımdır ki, buna böyrək köçürülsün. Pul var, böyrək yoxdur. Cavan bir insandır. Gözəl də bir insandır, həqiqətən. Adam o hadisəni eşidəndən sonra elə biri mən. Başa düşür ki, biz nə qədər üsyankar bəndələrik. Biz nə qədər Allaha qarşı çıxan bəndələrik. Nə böyük nemətlər veribsən ilahi bizə. Amma biz onun qədrini bilmirik. Onun şükrünü yerinə yetirmirik. Sənə çox sağ ol demirik. Sən necə də böyük nemətlər veribsən bizə. Həzrət Əlinin digər hədisinə baxın. Deyir, nemətlər sizdən ayrılmamış. Onlar üçün yaxşı yoldaş olun. Yaxşı dost olun. Çünki nemətlər gedirlər və yoldaşının onunla rəftarı barədə şəhadət verirlər. Şahidlik eləyəcəklər. Nə cür dost olmuşdun o nemətlərlə? Ahirətin günündə şəhadət verəcək. Həzrət Əli bizə tapşırır ki, məsuliyyətli olun. Bu cavanlıq, sağlamlıq neməti var, ha? Bundan məsuliyyətli davranın. İnsan övladı öz yoldaşını itirəndən sonra itkinin acısını hiss eləyir də. Öz-özünə deyir ki, kaş filan vaxt ondan bu cür davranmazdım. Ona bu sözü deməzdim. Onun bu sözlə qəlbini qırmazdım, onu incitməzdim. Özü özünü qınıyır. O qınamağın kimə nə xeyri var ki? Çıxıb da əldən. Daha heç bir xeyri yoxdur. Bu qınamalar heç nəyi dəyişmir. Çünki əldən çıxmış bir nemətdir. Eləcə də bu cavanlıq, sağlamlıq eyni şeydir. Cavanlıq əldən çıxdı, özünü nə qədər qınayırsan qına, heç bir xeyri yoxdur. Sağlamlıq ki, əldən çıxdı, özünü nə qədər qınayırsan ki, kaş vaxtında özümə baxardım da mənası yoxdur.
Ona görə Həzrət Əli 2 dəfə ardıcıl ayrı-ayrı hədislərdə bizə buyurur. Cavanlığınıza, sağlamlığınıza diqqət yetirin. O nemətin qədrini bilin. Həzrət Peyğəmbər buyurur. Deyir, sizə bir xəstəlik gəlməmişdən öncə öz sağlamlığınızın qədrini bilin. Bu da mühüm bir mesajdır, mühüm bir hədisdir, bizə bir xəbərdarlıqdır. Xəstəlik gəlməzdən əvvəl özünə diqqət eləsən, nə olarsan? O xəstəliyə düçar olmarsan. Amma bu günlərin nə çox insanlarımız var. İçin mən qarışıq. Hansımız öz sağlamlığımıza diqqət yetiririk? Hansımız öz canımıza baxırıq, belə deyim? Heç birimiz. Amma mən sizə nə qədər ayələr oxuyaram, bundan sonra nə qədər hədislər oxuyaram ki, hamısında İslamın tapşırığı budur ki, öz canını sağlam saxla. Çünki sən sağlam surətdə İslam dininə lazımsan. Sağlam bədəndə sən İslam dininə lazımsan. Nə qədər ayələr var bu haqda, nə qədər hədislər var. Deyir, sağlamlıq Allahın bəndələrinə verdiyi bir nemətdir. Onun dəyərini bilmək lazımdır. Sonra deyir, sağlamlığı qətiyyən boş yerə sərf etmək olmaz. Onu qoru, faydalan. Çünki Həzrəti Peyğəmbərimizdən hədis var. Deyir, iki nemət var ki, insanlardan çoxu onlar haqqında aldanmışlar. Onlar haqqında maraqlanmırlar. O nemətlər haqqında düşünmürlər. Deyir, biri sağlamlıqdır, biri də boş vaxt, asudə vaxt. Deyir, insanlar bu nemətlərdən xəbərdar deyirlər. Yəni, sağlamlığına baxmırlar, boş vaxt olanda Allahı zikr etmək əvəzinə nə edirlər? Boş-boş işlərə sərf edirlər o boş vaxtları. İbadətə həsr etməlidir, eləmir. Ailəyə həsr etməlidir, eləmir. Övlada həsr etməlidir, eləmir. Nə edir? Gedir boş-boş işlərlə məşğul olur. O nemətin qədrini bilmir. Həzrət Əli Əleyhisselamın hədisinə baxın. Sizin üzərinizdə olan ən kiçik vəzifə, daha deyir bu. Sizin üzərinizdə olan ən kiçik vəzifə Allahın nemətlərindən ona qarşı itayətsizlik yolunda istifadə etməməyinizdir. Biraz buna toxunaq. Şükür olsun, Allaha min şükür olsun, bizim aramızda bu sayacaqlarına heç biri yoxdur. Sonda bir hədis deyəcəm, ona görə bunu danışıram. Ki, bizim boynumuzda vəzifədir, bunu bilib insanlara çatdırmaq. İraq olsun. Nə qədər insanlar var, o məhz edici, sərxoş edici içkilərdən istifadə edirlər. Neçə insanlar var, ətrafımızda görürük, özünü bədbəxt eləyir. Neçə insanlar o içkiyə görə ailələr dağılıb, ağır xəstəliyə düçar olublar. Açıq danışaq da, gedək onlara desək ki, bu içkinin kimə nə xeyri var? Deyəcək, əlbəttə haramdır, ziyandır, olmaz, Allah icazə vermir. Amma baxırsan ondan istifadə eləyir. O içkidən istifadə eləyir. Daha sonra İraq olsun bizlərdən. Bugünün ən böyük bəlası deyə bu. Nə çox insan var. Görürsən, qumarın alidətçisi olub. Asan yolla pul qazanmağın yolu. Ən asan yolu seçib. Nə qədər ailələr buna görə bədbəxt olub. Nə qədər ailələr buna görə dağılıb. Nə qədər uşaqlar buna görə, bu qumara görə yetim qalıblar. Atasız qalıblar. Nə qədər insanlar var, o qumarda uduzu gedib intihar edib, görürsünüz sosial şəbəkələrdə. Canlarına qıyıblar. Uşaqlar qalır ortada. Lazım olsaydı, yaxşı bir şey olsaydı, Allah özü məsləhət bilərdi. Allah haram buyurub o işi. İraq olsun bizlərdən. Ən böyük təhlükələrdən biri narkotik. Bir neçə ailələri bədbəxt edib o da. Neçə insanlar ağır xəstəliyə düçar olublar, dünyadan köçüblər, uşaqları yetim qalıb, atasız qalıb, ata sevgisindən məhrum olub. Həzrəti Peyğəmbərdən hədis var, bunu niyə deyirəm sizə? Həzrət buyurur ki, himayəndə olan şəxslərə laqeyd yanaşmaq insanın özünə günah qazandırır. Biz ki görürük ətrafımızda belə insanlar var, bizim vəzifə borcumuz onlara təbliğ eləmək, onları o işdən çəkindirməkdir. Birdən çəkindirməsən, Həzrət buyurur, özün günah qazanacaqsan. Ola bilər.
Sən bunların heç birindən istifadə eləmirsən. Amma ətrafında görürsənsə onlara deməlisən. Onları o pis işdən çəkindirməlisən. Hər birimizin vəzifə borcudur. Onun yerinə bunu başa sal. Həzrəti Peyğəmbərin hədisini başa sal ona. Həzrət buyurur ki, Allah Teala gənc abidin, yəni gənc yaşında ibadət eləyən bəndəsi ilə mələklərin qarşısında fəxr eləyir. Mələklərin qarşısında iftixar eləyir. Deyir, mələklərinə həmən bəndəsini göstərir. Deyir, baxın mənim bu bəndəmə. Bu gənc yaşında ibadət eləyən bəndəmə baxın. Deyir, mənə xatir, öz nəfsi istəklərindən, şəhvətindən əl çəkibdir. Mənə xatir, gənc yaşından, gənc vaxtından ibadət eləyir. Allah bundan fəxr eləyir. Baxın, gedin o insanlara bu hədisi deyin. Onları ibadətə dəvət eləyin. O pis işlərdən çəkindirin. Həzrəti Peyğəmbərin sonunda bir dənə hədisini deyin. Bu hədisə diqqət eləyək, xütbəni bitirək. Deyir, qiyamətin günündə bəndəyə bu 4 sual veriləcək. Birinci sual bu olacaq. Ömrümü dünyada necə keçirdin? İkinci sual. Elmindən necə istifadə elədin? Üçüncü sual. Malını harda qazandın, harda xərclədin? Dördüncü sual. Bədənini nə ilə qocaltdın? Ahirətin günündə deyir, bu suallar veriləcək. Bu suallara cavab vermədən nə olacaq? Heç bir yerə deyə tərpənə bilmərsən. Böyük bir dənə hədisdir. Bir dənə bunun sualları, bugün fürsətimiz var. Bu sualı bir dənə özümüzə verək, onun cavabını tapaq. Bugün fürsət dünyasıdır. Ahirətdə bizə heç bir xeyri olmayacaq. Bu sualı özümə verim, cavab tapam. Da gecdir. Ömrü və harda keçirdin? Buna hədislə cavab verək də biz. Hədis buyurur ki, hər nəfəs sizlərə bir dənə əmanətdir. Və onun geri dönüşü də yoxdur. Sonra buyurur. Vaxtınızı boş və mənasız işlərə sərf etmək olmaz. Ömrünü faydalı işlərə sərf et. Bir sayır. Bir ailəvə vaxt ayır, övladıva vaxt ayır, ibadətə deyir çox vaxt ayır, elm öyrən. Sonda buyurur, bir sözlə ömrünü düzgün dəyərləndir. Sağlamlığına diqqət elə. Çünki deyir, ömür Allahın bizə verdiyi bir sərmayədir və necə istifadə elədiyimiz barədə axirət günündə bizə sual veriləcək. İkinci sual bu olacaq. Axirətin günündə. Elmindən necə istifadə elədin? Allah sənə bir elm vermişdi, hə? Necə istifadə elədin ona elmi? Bu yalnız dini elm deyil, ha? İndi hamı deyər ki, özümə mənim dini elmim yoxdur. Dünyəvi elm barədə də var. Dünyəvi elm də bəli buna aiddir. Deyəcək ki, elmindən başqaları faydalandı. Elmivi kimlərə öyrətdin? Elm səni deyir, təkəbbürlüyə apardı. Diqqətlə qulaq as, sual deyir bu. Axirətin günündə. Elm səni deyəcək, təkəbbürlüyə apardı. Öz elminlə lovğalanıb, özünü insanlardan üstün tutdun. Tanış mənzərədə nə qədər alimlər var. Elmi ilə lovğalanır. Ki, sən cahilsən. Mən danışan yerdə sən sus. Mən bu qədər elm oxumuşam. Bu qədər elm öyrənmişəm. Sən mənlə durub mübahisə aparırsan. Nə qədər lovğalanan insanlar var. Axirətin günündə bu suallar veriləcək. Sonda biz nə deyəcək? Deyir, özün ki, elminlə təkəbbürləndin, lovğalanıb özünü üstün tutdun, ged indi özünü bədbəxt elədin. Baxın, elm insanı bədbəxt eləməyi də aparır. Necə? Bir balaca təkəbbürlü ilə. Özünü insanlardan üstün tutmaqla. Üçüncü sual, malını harda qazandın, harda xərclədin? Suallar veriləcək. O malı deyəcək, halal yolla qazandın, yoxsa haram yolla qazandın və yaxud insanlara zülm edib qazandın, insanların haqqına girib qazandın, bu var dövlət yığıbsan, insanları deyir, aldadıb qazandın, sonra deyəcək, xərclərinə diqqət etdin, ki, yaxşı, halal yolla qazanmışdan, əla. Əgər halal yolla qazanıbsansa, sonra bu sual gəlir. Xərclərinə diqqət etdin, israf elədin,
Yoxsa Allah istəyən kimi xərclədin? Allahın buyurduğu kimi xərclədin? Xumusunu, zəkatını, sədəqəvi verdin? Sondakı sözə bax. Hər bir qəpik deyir, ya sənə savab gətirəcək, ya sənə günah gətirəcək. Bu artıq insanın öz əlindədir. Bu sənin öz əlindədir. İstəsən o pulundan cənnəti qazanarsan, istəsən cəhənnəmi. Harama xərcləsən cəhənnəm sənindir, halala xərcləsən, Allah yolunda xərcləsən cənnət sənindir. 4-cü sual. Deyir, bədənini nəyə qocaltdın? O söz budur. Sonda deyir, bu sual gələcək ki, ey insan, bədənini nəyə qocaltdın? Hədis buyurur ki, bədən Allahın bizə verdiyi bir əmanətdir. Sual veriləcək. Günah işlərə sərf etdin? Deyəcək, bədənini haramda, günahda tükəndirdin? Getdin ancaq haram işlərə? Yoxsa deyəcək, bədənini ibadətdə, halal zəhmətdə, yaxşılıq yolunda xərclədin? Hansı yolda xərclədin? İndi bax, bu günləri fürsət günüdür. Özümüz özümüzə bir dənə bu sualları verək, cavabını tapaq. Əgər müsbət cavabdırsa, cavablarımız o həyatımıza davam eləyək. Mən deyərdim, amma mənim düşüncəm deyil, biri də mənəm, birincisi mənəm. Yəni, mənim də cavabım mənfidir. Bu mənfi fürsət dünyasıdır. Bu mənfiləri müsbətə çevirək. Özümüzü düzəldək. Allah bu fürsəti bugün bizə verib. Bu saydığım sualları özümüzə bugün verək, özümüzü düzəldək. Ahirətin günündə Həzrəti Peyğəmbər buyurur ki, bu suallar sizin hamısı veriləcək. O suallara cavab verməsəz, heç bir yerə tərpənə bilmərsiniz.